Hörmətli rektor Muradov, hörmətli tələbələr, professorlar, universitetin müəllim pedaqoji heyəti. Qürur hissi ilə Azərbaycan Dövlət İqtisad Universiteti UNEK-in 95 illik yubileyi münasibəti ilə universitetin məzunu kimi səmimi qəlbdən təbrik edirəm və gələcək fəaliyyətinizdə tələbələrə isə gələcək təhsillərində uğurlar arzu edirəm. UNEK Universiteti ilə məni yalnız məzun olmağım bağlamır. Əslində olaraq mən 4 istiqamət və 4 münasibət təbiətini vurğulamaq istəyirəm bu əlamətlər gündə. İlk növbədə qeyd etdiyim kimi universitetin məzunuyam, bundan qürur hissi duyuram. Universitetin verdiyi bilik, bacarıqlar mənim peşəkar karyeramda və şəxsi həyatımda əvəzsiz rola malik olubdur. İkinci rolum, mən UNEK-da müəllim qismində mühazirə oxumaq şərəfinə layiq olmuşam və həmin dövrdən də ən xoş xatirələrim və hətta uzun illər ərzində, o cümlədən bugün çalışdığım kollektivdə də mənim UNEK-da olan tələbələrim var və çox sevindirici haldır ki, öz tələbələrinin bilik, bacarıqlarına görə, insan kapitalının zənginliyinə görə bugün də UNEK aparıcı ali təhsil müəssisələrimizin sırasındadır. Möhtərəm cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən və göstərdiyi etimada əsasən ölkənin təhsil naziri qismində də fəaliyyət göstərmişəm və fəaliyyət göstərdiyim dövrdə ali təhsil sistemində həyata keçirdiyimiz islahatlarda ön sıralarda gedən universitetlərdən biri, bəlkə də birincisi məhz UNEK olubdur. Heç də təsadüf deyil ki, rektor Muradovun fəaliyyət göstərdiyi dövrdə universitet yeni nailiyyətlərə nail olubdur. Burada həm müasir kampusdan başlayaraq UNEK-in beynəlxalq ali təhsil müəssisələri reytinqində, o cümlədən QS reytinqində və digərlərində irəliləyişlər və nailiyyətlər birmənalı şəkildə qeyd olunmalıdır. Lakin inanıram ki, ən böyük nailiyyət həm müəllim pedaqoji heyətidir, həm universitetin tələbələridir, onun məzunlarıdır və fəxr hissi ilə deyə bilərəm ki, bugün universitet doğru yoldadır və ali təhsil sahəsində xüsusilə iqtisadi təhsil, iqtisadi araşdırmalar sahəsində nəinki ölkəmizin, bölgəmizin aparıcı universitetlərindən birinə çevrilibdir. Və nəhayət, dördüncü və bugünkü əlaqəm ölkənin iqtisadiyyat naziri kimi bağlıdır. Çox məmnunam ki, bizim iqtisadi araşdırmalarda, iqtisadi siyasət seçimlərində, tədqiqatlarda, İqtisadiyyat Nazirliyinin İctimai Şurasının fəaliyyətində və bir çox digər istiqamətlərdə biz əməkdaşlıq edirik, bu əməkdaşlığın faydasını görürük və inanıram ki, ölkənin sosial-iqtisadi inkişafına bugün UNEK bir ali təhsil ocağı kimi öz dəyərli töhfəsini verir. Eyni zamanda 95 il çox rəmzi və hər bir ali təhsil ocağı üçün yəqin ki, xüsusi məna daşıyan 100 illik yubileyinin ərəfəsidir. Bu da deməkdir ki, növbəti 5 il üçün universitet qarşısında bir sıra yeni çağırışlar, bir sıra yeni hədəflər qoyulur və mənim fikrimcə həmin hədəflərə nail olmaq üçün bugün həm ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi, həm orta təhsil sistemindən gələn tələbələrimizin, məzunlarımızın, abituriyentlərimizin keyfiyyəti həm
bölgəmizdə Azərbaycanın iqtisadi gündəliyinin formalaşmasında oynadığı rolu, həm son illər ərzində bütövlükdə ali təhsil sistemimizdə elmi tədqiqat yönümlü məqalələrin, fəaliyyətin artırılması və bir sıra digər faktorlar zəruri zəmini yaradır. İnanıram ki, öz 100 illik yubileyinə UNEQ maddi-texniki bazası daha da güclü olan bir universitet kimi bir mənalı şəkildə öz tədris proqramlarında süni intellekt həllərinin tətbiqini geniş şəkildə təmin edən universitet kimi beynəlxalq reytinqlərdə mən hədəf kimi arzulayardım ki, top 200-ə daxil olan bir universitet kimi geniş regionumuzun ən böyük iqtisadi sahədə təhsil və tədqiqat həyata keçirən bir universitet kimi və ən əsası da müstəqil, qüdrətli, güclü Azərbaycanın layiqətli məzunlarını, vətəndaşlarını yetişdirən bir ali təhsil ocağı kimi fəaliyyət göstərsin. Bütün bu və digər nailiyyətlərin əldə edilməsində mənim heç bir şübhəm yoxdur. Mən bütün kollektivə səmimi qəlbdən öz təbriklərimi çatdırıram və getdiyiniz şərəfli yolda yeni uğurlar arzu edirəm.